Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sonra İmam Ebu Bakr el-İsmaili rahimehullah iman mövzusunda danışdıqdan sonra, imanın tərifini qeyd elədikdən sonra iman artır, azalır. Bu məsələləri qeyd edəndən sonra, hansı ki bu məsələləri biz keçən dərsdə götürdük və bununla İmam rahimehullah murciyələrə rəddiyə verirdi. Və bunu qeyd edəndən sonra İmam Ebu Bakr rahimehullah xavariclərə rədd olacaq məsələləri qeyd edir. Yəni, murciyələrin əksi olan firqəni. Və buyurur ki, وَيَقُولُونَ إِنَّ أَحَدًا مِنْ أَهْلِ التَّوْحِيدِ وَمَنْ يُصَلِّي إِلَى قِبْلَةِ الْمُسْلِمِينَ لَوْ ارْتَكَبَ ذَنْبًا أَوْ ذُنُوبًا كَثِيرًا صَغَائِرَ أَوْ كَبَائِرَ مع الإقامة على التوحيد لله والإقرار بما التزمه وقبله عن الله فإنه لا يكفر به. Yəni, hədis imamları, əhl-i sünnə imamları deyirlər və etiqad edirlər ki, müsəlmanların qibləsinə yönəlib namaz qılan, tohid əhli olan hər hansısa bir kəs, əgər bir günaha mübtəla olsa, hər hansısa bir günah işləsə, əv zunubən kəthira və ya çoxlu günahlar işləsə. Bunu nə üçün İmam rahimehullah bu cür qeyd edir? Çünki bəzi xavaric firqələri olub, onlar deyiblər ki, bir böyük günah işləyən kafir deyil, amma çoxlu böyük günahlar işləyən və ya işlədiyi böyük günah üzərində israr edən, davamiyyətli olan kafirdir. Bəzi xavaric firqələri bu cür fərq qoydular. Və İmam rahimehullah bunların heç bir arasında fərq qoymur. Deyir ki, o kəs ki müsəlmandırsa, istər bir günah işləsin və ya istər çoxlu günahlar işləsin. Sağair əv kəbair. İşlədiyi günahlar istər kiçik günahlar olsun, istərsə də böyük günahlar. Fərq etməz. Həmin adam Allaha iman və tohid üzərində olduğu müddətcə, İslam üzərində olduğu müddətcə və Allah subhanahu və teala'nın müsəlmanlara fərz etdiyi əmirləri, hökmləri iqrar etdiyi, qəbul etdiyi müddətcə fəinnəhu la yukəffər bihi. Belə bir adam işlədiyi böyük günahına görə və ya böyük günahlarına görə təkfir olunmaz. Yəni kafir sayılmaz. Çünki xavariclər əhl-i sünnədən fərqli olaraq böyük günah sahiblərini kafir görüblər, təkfir ediblər. Və sonra gələn Mu'təzilə bu məsələdə onlarla həmrəy olub. Xüsusən də axirət məsələsində. Dünyəvi hökmündə ixtilaf etsələr belə. Yəni, bir insan, məsələn, böyük günah işləyir, zina edir, şərab içir, yalan danışır, oğurluq edir. Bu insan hökmü nədir? Bu insan işlədiyi böyük günahı ilə dindən çıxır ya çıxmır. Əhl-i sünnətin etiqadına əsasən, əhl-i sünnətin icması ilə bu insan müsəlmandır. Lakin imanı naqis, asidir və ya ola bilsin fasiqdir, hətta fasiq hökm verilsin ona. Lakin böyük günahına görə bu insan dindən çıxmır ta ki o böyük günahını halal görmədikcə. Yəni, biri var, qəlbən işlədiyi günahı halal görsün, məsələn, insan deyir ki, zina halaldır, oğurluq halaldır. Şəriət haram edib axı.
Yəni Allahın haram etdiyini halal görməyin hökmü nədir? Bu küfürdür. Biz bundan danışmırıq ki, bu insan həmən kafir olur ya yox. Ola bilsin bilmir. Aydındır. Ola bilsin hansısa bir hökmün, bir günahın haram olduğunu bilmir. Amma haram olduğunu biləndən sonra ona halal görmək bu küfürdür. Hətta onu etməsə belə. Hətta onu etməsə belə. Amma bir də var, insan o haramın haram olduğunu qəbul edir. Deyir haramdır. Deyir bilirəm, çalğı haramdır. Bilirəm, məsələn, zina haramdır, oğurluq haramdır. Bilir bunu, qəbul edir. Amma eləyir, əməli olaraq. Bu əməl, bu günahı işləməsi onu dindən çıxarır, əhl-i sünnətə görə yox. Xavariclərə görə dindən çıxarır. Mu'təzilə isə istəyib ki, bu iki rəy arasında bir rəy tutsun. Öz aləmlərində orta bir yol. Nə deyiblər? Deyiblər ki, böyük günah sahibinin hökmü nədir? Mənzilə, beynəl mənzilətəyn. Heç ad da qoya bilməyiblər. Elə belə də deyiblər. Yəni nə? İki məqam arasında bir məqam. Yəni iki məqam nədir? Bir insan bu dünyada yox, ya kafirdir, ya müsəlmandır. Üçüncü yoxdur. Çünki hətta münafiqlər belə bu dünyada bizə görə müsəlmandır. Münafiq olduğunu bilmirik. Onunla müsəlman ki müamilə edilir. Yəni dünyəvi əhkamlarda iki növ insan var. Ya kafir, ya müsəlman. Bunlar dünyəvi hökm olaraq böyük günah sahibini nə müsəlman görməyiblər, nə də kafir deməyiblər. İndi bunun adı nədir? Deyiblər mənzilə beynəl mənzilətəyn. İki məqam arasında bir şey. O şey nədir? Allah bilir. Lakin Mu'təzilə böyük günah sahibinin uxravi hökmündə xavariclərinə birləşib. Biri var dünyəvi hökmü, deyəsən ki bu kafirdir və ya nə kafirdir, nə mömin. Bir də var böyük günah işləyənin axirət hökmü. Axirət hökmü yəni əbədi cəhənnəmdə qalacaq ya yox. Bu məsələdə xavariclərinə ittifaq ediblər. Mu'təzilə də deyib ki, bəli, böyük günah sahibi cəhənnəmdə əbədi qalacaq. Və xavariclər də təbii olaraq deyiblər, bu dünyada o kafirdir və axirətdə də əbədi cəhənnəmdə qalacaq. Və əslində fikir versəz, bu bidət İslam dinində ilk ortaya çıxan bidətlərdəndir. Hansı bidət? Əhsən. Böyük günah sahibini təkfir etmək, böyük günah sahibini böyük günaha görə kafir görmək bidəti. Deməli, bu nə deməkdir? Deməli, bidət tək əməldə olmur. Bidət etiqadda da olur. Məsələn, bu etiqad bidətdir. Və bu bidəti bu ümmətdə xavaricilər ortaya çıxarıblar. Və bu ümmətdə ilk çıxan bidətlərdəndir. Yəni, sahabələr bu bidəti görüblər. Sahabələrin sağlığında bu bidət ortaya çıxıb. Və bu əslində çox təhlükəli bidətdir. Və bunun təhlükəli olduğuna görə Peyğəmbər sallallahu aleyhi və səlləm sağlığında, onun vaxtında, o sağ ikən, ümməti arasında heç bir xavaric olmaya ən çox onlar barədə danışıb. İmam Əhməd rahimehullah deyir ki, Allah Rasulunun xavariclər barədə danışdığı qədər heç bir firqə barədə danışdığı varid olmayıb. Yəni bu firqənin və xavariclərin daşıdıqları batil etiqadın fəsadına görə. Və ümmət də daima bunun əziyyətini çəkib. Və sual verilsə ki, onlar bu bidəti nə üçün çıxarıblar ortaya? Təbii ki, xavariclər bu bidəti ortaya çıxaranda, ilk öncə onlar sıravi cəmaatı nəzərdə tutmurdular. Onlar deyəndə ki, böyük günah sahibi kafirdir, bu bidətin əsli
müsəlman rəhbərlərini təkfir etməkdən başlayıb. Bu bidətin bir növ toxumu bu cür atılıb. İlk olaraq bu fikir ortaya çıxıb ki, kim Allahın hökmü ilə hökm verməsə, onlar kafirlərdir. Və Qurandakı bu ayəni dəlil gətiriblər. وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهِ فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Kim Allahın nazil etdiyi hökmlərlə hökm verməsə, onlar kafirlərdir. Yəni Allah Subhanahu wa Taala müəyyən hökmlər təyin edib. Məsələn, oğrunun hökmü budur, miras belə bölünməlidir, filan məsələ belə olmalıdır. Və hansısa bir müsəlman rəhbər öz yaşadığı, rəhbər olduğu cəmiyyətdə Allahın nazil etdiyi hökmlərlə hökm vermir. Qəbul etdiyi o qanunlar, hökmlər Allahın kitabında, dinində qoyduğu hökmlər deyil. Və Allah da Quranda buyurur ki, kim Allahın nazil etdiyi hökmlərlə hökm verməzsə, فَأُولَٰئِكَ هُمُ الْكَافِرُونَ. Onlar kafirlərdir. Bu bidətin təməli bu cür başlayır. Birinci müsəlman rəhbərlərini təkfir etməklə. Və bunun cavabı nədir? Müxtəsər olaraq, İbn Abbas radiyallahu anhu deyir ki, bu ayənin təfsirində, bu ayə barədə deyir ki, həzə kufrun dunə kufr. Bu ayədəki küfür, yəni kim Allahın nazil etdikləri ilə hökm vermərsə, onlar kafirlərdir. Bu ayədəki küfür, küfürsüz küfürdür. İbn Abbas deyir. Küfürsüz küfür, yəni insanı dindən çıxarmayan, kafir etməyən küfürdür. Hətta başqa nəqildə gəlir, İbn Abbasdan səhih olaraq, deyir ki, bu ayədəki küfür Allahı, mələkləri, kitabları, axirəti inkar babında olan küfür deyil. Əməli küfürdür. Yəni, hətta xavariclər bu ayəni belə düzgün anlamayıblar. Əl-mühim, bidət bu cür başladı. Onlar ilk öncə bu ayəni dəlil gətirərək dedilər ki, Allahın hökmü ilə hökm verməyən rəhbərlər kafirdirlər və sonra bir müddət keçəndən sonra bu dairəni genişləndirdilər və bu hökmü aid elədilər sıravi cəmaata. Necə? Dedilər ki, madəm ki Allahın hökmü ilə hökm verməyənlər kafirlərdir, yəni müsəlman rəhbərlər, dedilər, böyük günah sahibi də əslində Allahın hökmü ilə hökm vermir axı. Məsələn, Allahın hökmüdür ki, zinə etmə, o edir. Allahın hökmüdür ki, şərab içmə, o edir. Allahın hökmüdür ki, oğurluq etmə, o edir. Allahın hökmüdür ki, yalan danışma, o edir. Deməli, bu günahları edənlər nə etdi? Allahın nazil etdiyi hökmlə hökm verdi, vermədi. Vermədi. Deməli, bu ayənin hökmünə girir. Kafirdirlər. Aydındır? Yəni, sual verilsə ki, böyük günah sahibini təkfir edən xavariclərin dəlilləri nələrdir? Məsələn, o dəlillərdən birisi budur. Bu ayə. Və cavabı da verdik ki, bu ayədə məqsəd insanı dindən çıxaran küfür deyil. Və bu əslində təəccüblü deyil. Çünki Quran və sünnədə nə qədər dəlillər var ki, Allah Subhanahu wa Taala o əməlləri işləyəni kafir adlandırıb. O əməli küfr və şirk adlandırıb, lakin bütün ümmət icma edib ki, ixtilafsız. Həmin əməli işləyən dindən çıxmır. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim yoldaşına arxadan yaxınlaşsa, o Muhammedə nazil olanı inkar etmiş olur. Küfür. Yəni, bunu edən dindən çıxdı. Yox, bəli, böyük günahdır, asilikdir. Amma, məsələn, və başqa əməllər, o əməllər ki, orada Allah və Rasulü həmin əməli küfr adlandırıb. Həmin əməli işləyəni kafir adlandırıb. Lakin sahabələr, tabiinlər, alimlər izah ediblər ki, burada məqsəd insanı dindən çıxaran küfür deyil. Çünki küfrün növləri var. Bir var etiqadi küfür və belə deyək, kiçik küfür, eyni ilə asiliklər kimi. Bir var böyük günah, bir var kiçik günah və eləcə də küfrün növləri var. Var məsələn böyük küfür, hansı ki insan dindən çıxaran və bir də var kiçik küfürlər, hansı ki küfür olsa da insan dindən çıxarmır. Və həmçinin xavariclər hansı hədisləri dəlil gətiriblər? O hədislər ki,
o hədislərdə o əməli işləyəndən imanın nəfi edilməsi zikr olunub. Yəni necə? Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə yəzni zəni və huvə mümin. Zinakar mömin olaraq, iman sahibi olaraq zinə etməz. Şərab içən mömin olaraq şərab içməz. Oğurluq edən mömin olaraq oğurluq etməz. Deməli, Allah Resulü aleyhissalatu vesselam oğurluq edəndən, zinə edəndən, şərab içəndən bu hədisdə imanı nəfi etmədi. Etdi. Yəni Allah Resulü dedi ki, şərab içənin imanı yoxdur. Və başqa hədis məsələn, Lə imanə limən lə əmanətə ləh. Əmanəti olmayanın, yəni güvəni, etibarı olmayanın imanı yoxdur. Yəni Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, o kəs ki etibarsızdır, yəni dinsizdir. Yəni hədisin zahiri mənası. O kəsin ki etibarı yoxdur, deməli imanı yoxdur. Düzdürmü? Xavariclər bu cür dəlilləri əsas alıblar. Deyiblər ki, deməli bu hədislər dəlildir ki, böyük günah sahibi kafirdir. Çünki Allah Resulü buyurur ki, zinakarın imanı yoxdur. Çünki zinakar mömin olaraq, iman sahibi olaraq zinə etməz. Və bunun cavabı nədir? Müxtəsər. Müxtəsər cavab budur ki, ümumiyyətlə xavariclərin və digər bütün bidət əhlinin müşkülü nədir? İki müşkülü var. Onlardan birisi, ya Quran və sünnədə olan mutaşabih dəlilləri götürürlər. Açıq aydın olmayan, möhtəməl olan. Açıq aydın, möhkəm dəlilləri atırlar kənara. Ya da ikinci müşküllər nədir? Quran və sünnənin bir hissəsini götürüb, digər hissəsini atırlar kənara. Halbuki, o ayə və hədislər bir-birlərini izah edir. Məsələn, sən tutaq ki, bu hədisi dəlil gətirsən ki, Sibabul muslim fusuq və qitaluhu kufur, müsəlmanı sövmək, fasiqlik, öldürmək küfürdür. Deməli, bir müsəlmanın canına haqsız qıyan kafir oldu. Ayə əsasən, daha doğrusu hədisə əsasən. Bu hədisi götürsən, digər hədisləri, ayələri kənara atsan, hansı ki o ayələrdə, o hədislərdə açıq aydın deyilir ki, yox, yəni müsəlmanı öldürən kafir deyil. Və in taifətəni minəl mu'minin əqtətəlu fə əsluhu beynəhumə. Möminlərdən iki dəstə bir-birləri ilə savaşsalar. Təsəvvür iki dəstədir, bir-birlərini öldürürlər. Təbii ki, iki dəstədən biri haqlıdır, biri haqsızdır. Çünki ayənin davamında deyir, fə in bəqət ihtəhumə. O iki dəstədən biri həddi aşsa, haqlı tərəfə keçib, haqsız tərəflə savaş. Deməli, iki dəstədən biri haqlıdır, biri haqsız. Düzdürmü? Deməli, iki dəstədən biri digərini haqsız öldürür. Elə deyil. Allah Azze ve Celle buyurur ki, və in taifətəni minəl mu'minin. Möminlərdən iki dəstə. Allah Azze ve Celle mömin dedi onlara. Kafir dedi, o iki dəstədən birinə. Yox, mömin dedi. Və məsələ budur. Yəni, kitabın bir hissəsini götürüb, digər hissəsini kənara atanda, bax, belə nəticələri gətirib çıxarır. Və müxtəsər olaraq onların gətirdikləri bu şübhənin cavabı nədir? Cavab budur ki, o hədislərdə ki, iman nəfi edilib, orada kamil iman nəfi edilib. Kamil, imanın əsli yox. Biz keçən dəstə də götürmüşdük ki, bir var imanın əsli, kökü, bir də var imanın budaqları. Aydındır. Hətta bizim dildə də. Məsələn, bir var, kafir birinə sən deyirsən ki, sən imansız adamsan, yəni kafirsən. Bir də var, ola bilsin, biri müsəlmandır, kafir deyil. Heç qəstin bu da deyil. Amma əmanətə xəyanət edir, görürsən, yalan danışır, belə birisinə deyirsən ki, sənin dinin, imanın yoxdur. Yəni, sən onu təkfir etdin. Yox, aydındır. Yəni, sənin imanın yoxdur, nə mənada? Yəni, sən möminə, iman əhlinə yaraşan əməli etmədin. Və bu hədislərdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, yəni, zinakar mömin olaraq zinə etməz və məsələn, etibarı, güvəni olmayan, etibarsız adamın imanı yoxdur, yəni kamil imanı. Aydındır, Peyğəmbər sallallahu aleyhi ve sellem
burada kamil imanı nəfi edir. Doğrudan da belədir. Amma o adamda imanın əsli var, o dindən çıxmayıb. Bunu nəyə əsasən deyirik? Digər dəlillərə əsasən. Və həmçinin nəyi dəlil gətiriblər? İblisin Adəm əleyhissalama səcdə etməməsi ilə kafir olmasını. Və iz qulna lil mələikəti iscudu li Adəm fəsəcədu illə iblis. Əbə və istəkbara və kənə minəl kafirin. O zaman ki biz mələklərə dedik ki, İblisə səcdə edin, hamısı səcdə etdi, Adəmə səcdə edin, hamısı səcdə etdi iblisdən başqa. Üz çevirdi, kibir göstərdi və kafirlərdən oldu. Xavariclər bunu dəlil gətiriblər, deyiblər ki, iblis nəyinə kafir oldu? Yəni Allah Azza və Cəllə bu ayədə bildirir ki, iblis bundan sonra kafir oldu. O, yəni əvvəl kafir deyildi. Adəmə səcdə etmədiyinə görə kafir oldu. Deməli, iblisi kafir edən nə oldu? Asiliyi. Allah Azza və Cəllə əmr etmişdi ki, Adəmə səcdə et. Səcdə etmədi. Və bununla böyük günaha girdi. Asilik etdi və o asilik onu nə etdi? Dindən çıxardı. Kafir etdi. Və bunu dəlil gətiriblər ki, deməli, böyük günah sahibi kafirdir. Müxtəsər olaraq bunun cavabı nədir? Cavabı budur ki, bəli, iblis həmin vaxtdan sonra kafir olmuşdu. Lakin iblisi kafir edən mücərrəd olaraq o asiliyi deyildi. İblisi kafir edən nə idi? Dərsin əvvəlində biz qeyd elədik. Biri var ki, bir haramdır. Məsələn, oğurluq. Biri deyir ki, bu haramdır, qəbul edirəm, lakin edir. Bir də var, biri etmir, amma deyir ki, qəbul etmirəm haram olduğunu. Bu küfürdür. İblisin küfrü bu qəbildən olan küfürdür. Yəni, iblisi kafir edən mücərrəd olaraq o asiliyi deyildi. İblisi kafir edən nə idi? Allah Subhanahu və Teala'nın o əmrini qəbul etməməsi. Adəmi özündən üstün görməməsi. Çünki özü deyir ki, Ənə xayrun minh. Xələqtəni min nərin və xələqtəhu min tin. Mən ondan üstünəm, çünki məni oddan yaratmışsan, onu torpaqdan. Bunu deyən iblis, yəni Allahın o hökmünü qəbul etdi, etmədi. Elə bu ayənin özü dəlildir. Fikir verin ayə. Əbə və istəkbəra. Allahın bu hökmündən üz çevirdi və təkəbbürləndi. Allahın hökmünü qəbul etmədi. Aydındır? Yəni, İblisi əslində dindən, yəni imandan çıxaran mücərrəd olaraq asili deyildi. Nə idi? Təkəbbürlüyündən Allahın hökmünü qəbul etməməsi, onsuz da bu küfrün növlərindəndir. Küfrül istikbar deyirlər buna. Təkəbbürlü küfrü. Yəni bir insana gəlib deyirsən ki, məsələn, sələm haramdır. Bu da sələmlə məşğul olan adamdır. Təkəbbürlüyündən bunu qəbul etmir. Bax ha, təkəbbürlüyündən bunu qəbul etmir. Bu hal onu dindən çıxarır, çıxara bilər, bəli. Fikir ver, hansı hal onu dindən çıxarır? Təkəbbürlüyündən Allahın bu hökmünü qəbul etməməsi, yoxsa sələmlə məşğul olması? Etməməsi, etiqad. İblisi imandan çıxaran da bu idi. Mücərrəd olaraq asili deyildi. Aydındır? Və əhl-i sünnənin dəlillərinə gəldikdə isə, yəni böyük günah sahibinin kafir olmadığına dair Quran və sünnədə dəlillər kifayət qədərdir. Və ən böyük dəlil hansı dəlildir? Şəfaət hədisləri. Çünki şəfaət hədisləri, fikir versəz, bir-iki hədis deyil. Məna cəhətdən mutavatirdir. Şəfaət hədisləri, yəni bəlkə də 30-a yaxın sahabədən varid olub. Şəfaət hədislərinin mahiyyəti nədir? Hə? Kim deyər? Əhsən, şəfaət hədislərinin mahiyyəti bir şeydir. O da sonda cəhənnəmə girən böyük günah sahiblərinin cəhənnəmdən çıxması.
Ya mələklərin, ya möminlərin, ya peyğəmbərlərin, ya da Allah azza və cəllənin şəfaəti ilə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, şəfaəti li əhlil kəbair min ümməti. Açıq aydın hədisdir. Mənim şəfaətim mənim ümmətimdən böyük günah sahibləri üçündür. Yəni şəfaət hədisləri özü dəlildir ki, böyük günah sahibi kafir deyil. Çünki kafir olsaydı cəhənnəmdə əbədi qalmalıydı. Düzdür? Ona görə xavariclərlə Mu'təzilə şəfaəti inkar ediblər. Xavariclər şəfaəti qəbul etməyib. Çünki şəfaəti qəbul etsəydilər bu etiqadda olmazdılar. Həmçinin böyük günah sahibinin kafir olmadığının dəlillərindən birisi çox bəsit dəlillər deyirəm ha. Və bu dəlil çox qəribədir. Xavariclərin də qəbul etdiyi dəlildir. O da nə? Şəriətdə olan həcc cəzaları. Şəriətdə həcc cəzaları ki var, oğrunun əlinin kəsilməsi, məsələn, şərab içənin şallaqlanması və bu kimi həcc cəzaları. Bu həcc cəzaları dəlildir ki, böyük günah sahibi kafir deyil. Hansı yöndən? Çünki bu kafir olsaydı öldürülməli idi. Əgər oğurluq edən kafir olsaydı əli niyə kəsilir? Çünki həcc cəzası nədir? O günahın kəfarəsi. Bu kafirdirsə, kafirin günahına kəfarə ola bilər, şəriətin hansısa bir hökmü. Təsəvvür edin, bunu xavariclər qəbul ediblər. Ki, şəriətdə həcc cəzaları var. Və həmin həcc cəzaları tətbiq ediləndə, hətta məsələn, elə həcc cəzaları var ki, onun hökmü ölümdür. Məsələn, zinakar evlinin. Hətta o öldürüləndə belə mürtəd olaraq, kafir olaraq öldürülür, yoxsa həcc cəzası kimi? Həcc cəzası kimi. Aydındır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında o kəslərə ki, bu həcc cəzası tətbiq olunub, məsələn, zinakar qadına, o cəza tətbiq olunandan sonra cənazəsi qılınıb, müsəlman qəbristanlığında bastırılıb, bu dəlildir ki, o kafir deyil. Bütün bunlar dəlildir ki, böyük günah sahibi kafir deyil. Və həmçinin burada elmi bir məsələdir. Bunu əslində vacibdir ki, mən deyim. İnşallah, ümid edirəm ki, anlaşılan olar. Amma çox önəmli bir məsələdir. Diqqətlə dinləyin. O məsələ də nədir? Əhl-i sünnə deyəndə ki, nəhnu la nukaffir ahadan min əhlil qibləti bi zənbin mə ləm yəstəhillə, bu İmam Təhavinin əqidəsində dediyi, gətirdiyi qaydadır. Yəni, biz qiblə əhlindən heç bir kəsi etdiyi günahına görə təkfir etmirik, hətta onu halal görmüyüncə. Şərab içir, halal görmüyüncə, şərab halaldır deməyincə, Allahın bu hökmünü qəbul etmirəm deməyincə, nə qədər içsə belə ömrünün axırınacan, əgər haram görürsə, onu təkfir etmirik. Bu qaydadır. Bu qaydada iki məsələ var. Fikir verin, qaydada nə dedik? Qaydada dedik ki, biz bu ümmətdən, qiblə əhlindən heç bir kəsi günah işlədiyinə görə onu halal görmədikcə təkfir etmirik. Nəyə görə? Günah işlədiyinə görə. Günahlar iki növdür. İslam şəriətində günahlar iki növdür. Biri var, Allahın haram etdiyini işləyib günaha girirsən. Biri də var, Allahın fərz etdiyini tərk edib günaha girirsən. Aydındır? Bu ayrıca bir mövzudur. Yəni, şərab içən, şərab içmək böyük günahdır ya, yox. O böyük günaha necə girdi? Haramı etməklə, yəni feillə girdi. Ramazan gəldi, oruz fərzdir, tutmadı. Böyük günaha girdi, etməklə yoxsa tərk etməklə. Deməli, insan bir feili işləməklə də böyük günah sahibi ola bilir. Bir əməli tərk etməklə də. Bunlardan hansı daha böyükdür? Fərzi tərk etməyin vəbalı, günahı haram işləməkdən daha böyükdür.
və İbn Qayyim rahimehullah Fəvaid kitabında 20-yə yaxın dəlil zikr edir buna. Nə üçün? Fərzi tərk etmək hansısa bir asiliyi işləməkdən daha əzəmətlidir. Və birinci olaraq nəyi zikr edir? Elə Adəm əleyhissalamla İblisin qissəsini. Çünki Adəm əleyhissalamın asiliyi nə idi? Qadağan olunan bir şeyi işləmək. İblisin asiliyi nə idi? Əmir olunan bir şeyi tərk etmək. İndi məsələ nədir? Əhl-i sünnə bunu qayda kimi deyəndə ki, biz qiblə əhlindən heç kəsi etdiyi günahına görə onu halal görmədikcə təkfir etmirik. Bu qayda fərzi tərk edənlərə aid deyil. Bu qayda haramları işləyənlərə aiddir. Niyə? Necə fərzi tərk edənləri? Xüsusən İslamın şəhadətdən sonra 4 rukunu, yəni zəkat, namaz, oruc, həc. Nə üçün? Çünki namazın, zəkatın, orucun və həccin tərkində, yəni bunun tərkinin küfr olub olmamasında ixtilaf olub olmuyor. İxtilaf olub. Sadəcə olaraq oruc, həc və zəkat barədə olan ixtilaf zəifdir. Əsas ixtilaf nədə olub? Namazda. Və bundan sonra növbəti dərsdə gələcək, İmam Rahimullah özü də bu ixtilafı qeyd edəcək. Fikir versiniz, məsələn, kitabda demək olar bütün yerlərdə deyir ki, hədis imamları deyirlər, etiqad edirlər, yəni bil ittifaqla. Amma orada namazda gələcək ki, vaxtələfu. Bu məsələdə isə ixtilaf edirlər, hədis əhli. Namazı tərk edən hökmündə. Ona görə əhl-i sünnə alimləri deyəndə ki, biz böyük günah sahibini işlədiyi günahına görə kafir saymırıq. Burada nəzərdə tutulur nə? Şərab içmək və bu kimi əməllər. Zina və s. Aydındır. Yəni bu qaydaya məsələn namazın tərki girmir. Hə, ola bilər. Sən məsələn hansısa bir alim namaz qılmayanı kafir görmürsə, onu digər qaydalara, digər dəlillərə əsasən deyir. Bu qaydaya əsasən yox. Bu məsələ aydın oldu. Bu bir. Və ikinci, deməli, biz bu qaydadan fərzləri çıxartdıq. Fərzləri tərk etməyi. Həmçinin bu qaydadan ikinci şeyi də çıxarırıq. Çünki haramlar içərisində, o da nədir? Böyük şirklə böyük küfür. Bu qaydaya daxil deyil. Yəni, böyük şirk işləyənə, böyük küfür işləyənə bu qaydanı tətbiq edə bilmərik. Deyə bilmərik ki, baxmaq ki, böyük küfür və böyük şirk nədir? Haramdır. O haramı edənə deyə bilmərik ki, biz onu, o etdiyi haramı halal görmədikcə təkfir etmirik. Niyə? Çünki böyük küfür, şirkdə ümumiyyətlə halal görmə şərtdir. Şərt deyil. Məsələn, bir insan gəlsə, Allahın dini ilə, Allah Rasulü ilə istehza etsə, hə? Və sonra desə ki, mən zarafat edirdim. Yəni, mən istehzanı halal görmürəm, zarafat edirdim. Yox, bu insan dindən çıxarır. İnsan tövbə edib, İslama girməlidir. Və şəhadət də kifayət etmir. Çünki hansı qapıdan çıxıbsa, o qapıdan girməlidir. O hansı küfrə ki girib, ondan ayrıca tövbə etməlidir. Onu dilinə gətirməlidir. Şəhadətlə birlikdə. Aydındır. Məsələn, bir insan Qur'anı götürüb, Qur'an olduğunu bilə-bilə mushafı cırsaq, zibilliyə atsa və sonra desə ki, bilirəm haramdır. Hə? Amma edirəm. Hətta doğrudan da haram olduğuna etiqad edə-edə bunu etsə dindən çıxır. Çünki böyük küfürdə və şirkdə halal görmə şərt deyil. Aydındır. Hə, ona görə bu qayda bu məsələyə də tətbiq olunmur. Bu iki məsələni deməli çıxdıq. Və sonda İmam Rahiməhullah, yəni qeyd edəndən sonra ki, böyük günah sahibi, yəni o etdiyi günahı halal görmədikcə
etdiyi günah nə qədər böyük və nə qədər çox olsa da biz onu təkfir etmirik. Və sonra buyurur ki, və yarcunə ləhul məğfirə. Hədis imamları belə adam barədə, böyük günah sahibi barədə Allahın məğfirətini diləyirlər. Yəni, ümid edirlər ki, Allah onu bağışlayacaq. Və buna dəlil olaraq İmam Rahiməhullah Ən-Nisa surəsi 48-ci ayəni gətirir. Yəni, İnnəllaha la yəğfiru ən yüşrəkə bihi və yəğfiru mə dunə zəlikə limən yəşə. Allah ona şərik qoşanı bağışlamayacaq və şirkdən aşağı olan günahları istədiyinə bağışlayacaq. Mən bilirəm ki, nə üçün bu ayəni, bu məsələyə dəlil gətirdi, ola bilsin tam çatmadı. İndi sual verəcəm, aydın olacaq. Baxın, bu ayəyə fikir verin. Ayəyə diqqətlə dinləyin. Allah ona şərik qoşulmasını bağışlamaz. Hə? Amma şirkdən şirkdən aşağı olan asilikləri, günahları istədiyi quluna bağışlayacaq. Yəni, bu günahlardan tövbə edənləri, yoxsa tövbə etməyənləri? Etməyənləri. Edənləri? Tövbə etməyənləri. Niyə? Çünki, baxın, çoxsa elə bilir ki, bu ayədə söhbət tövbə edənlərdən gedir. Yox. Çünki tövbə edənin onsuz şirki də bağışlanır. Yəni, məsələn, bir təsəvvür edin. Məsələn, bir insandır, bu dünyada şirk işləyib. Sonra tövbə edib və tövbə üzərində vəfat edibsə, bu ayə ona aid deyil axı. İnnəllaha la yəğfiru ən yüşrəkə bih. Allah ona şərik qoşanı bağışlamaz. Və bu tövbə edib axı. Aydındır. Söhbət kimdən gedir? O adam ki, məsələn, böyük günah sahibidir. Böyük günah sahibidir. Məsələn, 2 nəfəri götür. Biri şirk əhlidir. Həyatı boyunca Allaha şərik qoşmaqla məşğul olub. Və tövbə etmədən bu Rəbbinə qovuşub. Hə? Ayənin birinci səsi buna aiddir. İnnəllaha la yəğfiru ən yüşrəkə bih. Allah ona şərik qoşanı bağışlamayacaq. Burada tövbə etməyəndən söhbət gedir. Tövbə edəni onsuz da şirk olsa belə bağışlayacaq. Deməli, bu əbədi cəhənnəmlidir. İkinci adam kimdir? O adam ki, məsələn, şirk yox, digər böyük günahlar. Oğurluq və s. içki, zina, hə? Və tövbə etməyib. Rəbbinə qovuşub. Allah Azze və Cəllə buyurur ki, وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ. Şirkdən başqa günahları isə Allah istədiyinə bağışlayacaq. Yəni necə? Ola bilərmi ki, böyük günah sahibi cəhənnəmdə əzab çəkmədən cənnətə girsin? Bəli. Və ola bilsin ki, əzab çəksin, sonra cənnətə girsin. Hər bir halda şirkdən aşağı olan günahları Allah Azza və Cəllə bağışlayacaq. Deməli, əslində bu ayə özü də dəlildir ki, böyük günah sahibi kafir deyil. Aydındır. Lakin, deməli biz bildik ki, bütün böyük günahlar, hətta tövbə olunmasa belə, həmin o günahların sahibi Allahın istəyi altındadır. İstəsə bağışlayar. Hətta əzab etmədən. Və ya cəhənnəmdə əzab çəkib sonra cənnətə girər. Bunu bildik. Bu günahlar içərisində bir günah var, o günah barədə ixtilaf olub. Sizcə hansıdır o günah? Yox. Allah Resulü söyləmək? Yox, o küfürdür. Biz ondan danışmırıq. Hansı günahlardan gedir söhbət? O günahlardan ki, küfür deyil, şirk deyil. Yəni Allahın istəyi altında olan günahlar. Qul haqqına girir, amma yox. O hansıdır? Müsəlman birini haqsız yerə öldürmək. Məsələn, İbn Abbas radiyallahu anhumədən və bəzi sələflərdən varid olub ki, deyiblər ki, müsəlmanın qatilinin haqsız yerə bir müsəlmanı öldürənin tövbəsi yoxdur. Tövbəsi yoxdur, yəni necə? Yəni bu ayəyə girmir. Yəni mütləq əzab çəkəcək. Hətta tövbə etsə belə. Mütləq əzab çəkəcək. Və bu məsələdə təfsilat var. O təfsilat da nədir? Şeyxülislam İbn Teymiyyə rahmehullah buyurur ki, qatil
qatilin üzərində 3 haqq var. Təbii ki, hansı qatildən gedir? Yəni bir müsəlmanı haqsız yerə öldürən, haqsız yerə canına qıyan. Onun üzərində 3 haqq var. Bir Allahın haqqı, bir o öldürülənin haqqı, aydındır, aydın məsələdir, düzdürmü? Təsəvvür bir müsəlmanın malını alırsan, onun sənin üzərində haqqın olur, olmur. İndi sən onun canını almırsan, olmayacaq haqqı. Necə ola bilər ki, Allah subhanahu və teala şəhiddən borcu bağışlamayacaqsa, borc, dünya malı, sən müsəlmanın canını almırsan. Aydındır məsələ nə yerdədir? Ona görə qatilin üzərində 3 haqq var. Allahın haqqı, Allahın haqqı niyə? Çünki Allahın haram etdiyini etmirsən axı. 2, öldürülənin haqqı, çünki canına qıymırsan. Bir də öldürülənin yaxınların haqqı. Onun yoldaşının, anasının, atasının, övladlarının, hamısının haqqı sənin üzərindədir. Hə. Tövbə ilə Allah subhanahu və teala'nın haqqı bağışlanır. Dəlil bu ayə. Allah ona şərik qoşanı bağışlamayacaq, amma şirkdən başqa günahları istədiyinə bağışlayacaq. Şirkdən başqa. Qatil də bura girdi, girmədi. Başqa ayədə Allah azze və cəllə buyurur ki, قُلْ يَا عِبَادِيَ الَّذ۪ينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ. De ki, ey öz nəfslərinə zülm etməkdə həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi üzmüyün. İnna Allaha yaghfiru zunuba cemi'a. Həqiqətən Allah bütün günahları bağışlayandır. Bütün günahları. Qatil də girir bunun içinə. Girir. Və Furqan surasında Allah azze və cəllə buyurur ki, mömin qullardan danışanda وَالَّذ۪ينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرٍ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ. Allahın mömin qulları, Rəhmanın qulları kimlərdir? O kəslərdir ki, Allahla yanaşı heç bir ilaha dua etməzlər. Allahın haram qıldığı cana qıymazlar, zinə etməzlər. وَمَنْ يَفْعَلِ ذَٰلِكَ يَلْقَ أَثَامًا. Kim bunları etsə, o mütləq cəzalandırırlar. Bir sonraki ayədə illə mən təb. Tövbə edənlərdən başqa. Ayədə qatil qeyd olundu, olundu. Tövbə edənlər istisnadır. Deməli, tövbə ilə Allah azza və cəllənin haqqı götürülür, götürülmür. Götürülür. Qaldı ikinci, öldürülənin yaxınlarının haqqı. Öldürülənin yaxınlarının haqqı 3 şeydən biri ilə götürülür. Ya qisas, çünki qatil tutulanda, şəriət dövlətində o artıq ölüb. Onun yerinə, ölənin yerinə məhkəməyə, qazinin qabağına şikayətçi olaraq kim gətirilir? O ölənin yaxınları. Düzdürmü? Və bu halda 3 şey var. Ya ölənin yaxınları qisas tələb edir. İnnən nəfsə bin nəfs, cana can. Hə? Əgər qisas tətbiq olunsa, tövbə edib Allahın haqqı ödəndi. Qisas tətbiq olunsa, öldürülənin yaxınlarının haqqı nə oldu? O da ödəndi. Çünki qisas onu jur. Hə, ya ola bilsin, öldürülənin yaxınları ya qisas tələb eləsin, ya ola bilsin, qisas istəməsinlər, desinlər biz bağışlayırıq, diyə istəyirik, qan pulu. Hə, qan pulu verib, bununla canını qutarsın, ya da ki, bil afv. Nə qisas tələb edir, nə də ki, qan pulu bağışlayır. Yəni, öldürülənin yaxınlarının haqqı 3 şeydən biri ilə düşür. Allahın haqqı da tövbə ilə. Qalır kimin haqqı? Öldürülənin. Hə, öldürülənin haqqı düşmür. İbn Abbasın dediyi də budur. Radiyallahu anhuma. Öldürülənin haqqı düşmür. Allah subhanahu wa ta'ala şəhiddən borcu bağışlamır. Dünya malı 5 manat, 10 manat. Müsəlmanın canını qıymısan. Kimisə ərsiz, ana atanı övladsız, övladları atasız qoymuşsan. O maqtulun, öldürülənin haqqı düşmür.
qiyamət günü hesablaşacaqlar. Aralarında qisas olacaq. Ona görə bu əməli edənə, yəni tövbədən əlavə, hətta ona qisas tətbiq olunsa da, olunmasa da, ola bilsin öldürülənin yaxınları onu bağışladı, gərək bütün ömrü boyunca salih əməllər üzərində olsun ki, qiyamət günü onun salih savablarından öldürülənə veriləcək axı, veriləndə özünə bir şey qalsın. Aydındır. Yəni bu əməli onu üzü aşağı, Allah qorusun, cəhənnəmə sürükləyə bilər. Ona görə bayaqları qardaş bir şey xatırlatdı. Mən soruşanda ki, o hansı günahdır? Namaz qılmayan dedi. Ona görə alimlər ixtilaf ediblər ki, böyük günah, ən böyük günah şirkdir. Allah şərikə bunda ittifaqdır. Ondan sonra hansıdır? Bunda ixtilaf olur. Aydındır. Ona görə o alimlər ki, böyük günahlar barədə kitablar yazıblar. Məsələn, Şeyx Muhammed ibn Abdülvahhab kimi, İmam Zəhəbi kimi və qeyriləri. Və onu da deyim ki, İslam tarixində yəni bu cür kitablar bir çox alim yazıb. Kitablar, yəni Kitabul Kəbair, böyük günahlar. Məsələn, Şeyx Muhammedin var o barədə kitabı. Böyük günahları yığıb. Məsələn, bir, Allaha şərik qoşmaq, ayə, yəni o əməlin böyük günah olduğuna dəlalət edən ayə hədisləri gətirir. 2, məsələn, filan günah o cür. Və onlardan da biri İmam Zəhəbidir, rahimehullah. Və İslam tarixində, indi adını xatırlamıram, inşallah gələn dərs deyərəm, ilk Kəbair barədə kitabın müəllifi Azərbaycanlıdır, ərəbcə yazıb. Öz sənədi ilə Allah Rasulundan gətirib bütün hədisləri. Və o mənə nəyi xatırlatdı? Alimlər ixtilaf ediblər ki, deməli, şirkdən sonra ikinci hansıdır? Məsələn, bəzi alimlər gətiriblər Allaha şərik qoşmaq, sonra gətiriblər namaz qılmamaq. Sonra gətiriblər müsəlmanı öldürmək. Bəziləri elə şirkdən sonra birbaşa müsəlmanı öldürməyi gətiriblər. Ona görə hər bir halda şirkdir, namazı tərk etməkdir və həmçinin haqsız yerə bir müsəlmanı öldürmək ən böyük günahlardan da Allah qorusun. Və dua edirəm ki, Allah Azza və Cəllə bizə eşitib fayda götürən qullarından etsin. Allah Subhanahu taala sıxıntıda olan bütün müsəlmanların sıxıntısını aradan qaldırsın.